Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə həyata gəliş olsun əziz dostlar. Məlumuz olsun ki, mən ilk dəfə idi ki, ümumiyyətlə universitet həyatımda Axundov adına kitabxanaya mən çox tez-tez gedərdim. Amma ilk dəfə idi ki, bu qədər mən alçalmamışdım. Və əslində alçalmağım da bir çox səbəbləri var idi. Və Axundov adına Milli Kitabxana deyən bir qurum sözün həqiqi mənasında mənə qarşı çox böyük hörmətsizlik elədilər. Və ümumiyyətlə Sovet hakimiyyətini tərifləyən, Sovet hakimiyyətinin çörəni yeyən antimilli ünsürlər konkretliklə mən gördüm bunu. Səbəb burasındadır ki, mən Azərbaycan qəzetinin 1919-cu ilin 19 mayında və 12 yanvar 1920-ci ildəki sayısını soruşdum və təəssüflər olsun ki, orada çalışan insanların heç biri buna cavab vermədilər. Və orada çalışan bir yaşlı bir xanıma sabahdan siz bu işdə azad olunacaqsınız dedim. Və orada polis əməkdaşlarına zəng elədilər və birdən-birə mənimlə bağlı xoşa gəlməyən bir mənzərə yarandı. Və biz həmin ərazidə polis əməkdaşlarına sənədlərimizi təqdim elədik və qeyd elədilər ki, sizin jurnalistika vəsiqənizin müddəti bitib. Dedim, əlbəttə bitibsə, eybi yox, yəni heç bir problem yoxdur. Və orada xanım böhtanla başladı. Biz bu tərbiyəsizdir, bizi təhqir eləyib. Və bilmirəm, bunlar təhqiri nəyə nəzərdə tuturlar. Məndən soruşdu ki, kimsiz? Mən dedim, dövlətəm. Və ümumiyyətlə Azərbaycan gəncliyini o qədər bunlar sındırıblar ki, o qədər şərləyib tutturublar ki, və elə hesab elədilər ki, mən onların qabağında əyiləcəm və bunların nağıllarına, bunların belə əsəbi formada dedim ki, siz bura heç dövlət təhlükəsizlik xidməti deyil, yəni siz kimsiniz ki, bizdən bu formada manipulyasiya ilə danışasınız. Konkret sual verirəm, buna uyğun cavab verin. Ora get, bura get, ora get, get o ünvana, get bu ünvana. Gördüm ki, bunlar ümumiyyətlə məsuliyyətsiz insanlardılar. Və niyə belədir? Çünki bu qurum Sovet hökumətinin yaratmış olduğu kitabxanadır. Və Sovet hakimiyyətinin xoşuna gəlməyən hər hansı bir yazını bunlar heç bir yerdə göstərməzlər. Və sual olunur ki, siz görmüşsünüzmü bir Azərbaycan gənci Azərbaycan Xalq Cümhuriyyətinin arxivinə aid olan Azərbaycan qəzeti ilə bağlı sual ünvanlasın. Çünki elə qəribə bir görkəm aldı ki, mən şok oldum. Mən ilk dəfə alçaldılmış bir vəziyyətdə gördüm. Sanki 1937-ci il istintaqına aparırlar və təbii ki, mənim heç bir halda polislərdən narazılığım olmadı və üzərinə düşən vəzifəni yerinə yetirdim. Mən təbii ki, oxucu biletini bunların gözünə çırpdım və qoydum bura, çıxdım, getdim. Və dedim ki, bir də qələt eləyərəm, bura ayaq basaram. Çox əsəbi formada, çünki onların belə məsuliyyətsizliyini üzlərinə deməliydim. Və çox qəribədir ki, mən bunların məsuliyyətsizliyini, bunların bacarıqsızlığını üzlərinə deyirəm. Bunlar bunu şikayət adlandırırlar. Çox qəribədir. Və bu xoşa gəlməz hadisəni mən yayımlamadım. Ona görə ki, bir halda ki, polis əməkdaşları oraya yaxınlaşmışdılar və bu mənim üçün mənfi bir reputasiya yaradı. Əlbəttə, mən dövlətçiliyə xidmət edən şəxs üçün bunu mən ictimailəşdirmək istəmədim. İkinci bir məsələ.
Gənc Politoloqlar Təşkilatı saat 1-də deməli intervyudan, müsahibədən keçən insanların görüşü təşkil olunmuşdu. Və bu görüşdə müxtəlif universitetlərin və Gənc Politoloqlar Təşkilatının üzvləri də bu müzakirədə iştirak eləmişdi. Mövzu isə Trumpın Rusiya-Ukrayna müharibəsindəki yaxın şərqdəki siyasət haqqındaydı. Mən isə ümumi şəkildə bilirdim ki, fürsət mənə yaranmayacaq və mən ümumi şəkildə respublikaçıların Azərbaycana qarşı anti-Azərbaycan siyasətindən danışdım. Və birdən-birə gördüm ki, bir neçə gənc Rusiyanın xüsusi xidmət orqanlarının marağından çıxış edən fikirlər səsləndirdilər. Məni çox qəzəbləndirdi bu məsələ. Və məsələ burasındadır ki, mən heç bir halda arzulamadığım bir vəzirə ilə qarşılaşdım. Orada çox təhqiramiz bir formada bir fikir səsləndirildi ki, Ukraynaya hətta Rusiyana işğal etdiyi əraziləri verməyə hazırdır. Bu söz təhqir edici bir mənzərə idi və bu məni çox qəzəbləndirdi və reaksiya vermək məcburiyyətinə qaldım. Qeyd elədim ki, Ukrayna xalqı satqın xalq deyil. Və hətta mən dedim ki, Azərbaycan da 30 il ərzində torpaqlarını verməyib. Bu söz nə deməkdir? Bu özü təhqirdir. Bu sözü yığışdır və bu sözü deməyə görə məsuliyyət daşıyırsan. Və çox qəzəbli bir şəkildə reaksiya verdim. Və konkret olaraq mən ilk dəfə idi ki, bir müti bir gəncliyi gördüm. Mütiləşmiş bir gəncliyi gördüm. Çünki əzbərlənmiş 5-10 dənə cümlənin savayı orada əlavə bir fikir, fərqli bir fikir eşitmədim. Və mən orada hətta qeyd elədim ki, Ukrayna dəstəkləyən Avropa İttifaqı üzv ölkələri alternativ bir Avropa İttifaqının, NATO'nun ordusunu yaradacaq. Amma gördüm ki, həqiqətən Rusiyanın sanki politoloqlar kimi danışan insanlarla qarşılaşdım və kəskin etiraz elədim. Əslində, demokratiya odur ki, hər hansı bir fikirlə razılaşmayasan və hər hansı bir fikrə dözümsüzlük göstərəsən. Və mən o qədər qəzəbləndim ki, hətta baxmayaraq ki, orada sertifikatların verilməsi zamanı 3 nəfərin heç bir halda mütiliyinə haqq qazandıran əmələ görə bir etiraz belə etmədim. Və onlar sertifikatla təltif olundular və sertifikatla təltif olunanları təbrik etdiyimi bildirdim. Amma çox qəribədir ki, onlar mənə 4-cü yerə layiq görmədilər. Və çox qəribə bir mənzərə ilə qarşılaşdım və həmin o müti gənclik etiraz elədi. Buranı mən tərk eləmək istəyirəm. Və yəni artıq başa düşdüm ki, onlar IQ səviyyələri və intellektual səviyyələri buraya qədərdir. Yəni bunları biabır eləmək və onları rəzil bir durumda salmaq. Hətta onlara iddia edirdim ki, sizin bu fikirlərinizə görə siz məhkəmə önündə də cavab verəcəksiniz. Və siz konkret olaraq Rusiyanın kəşfiyyat orqanlarının direktivləri ilə çıxış edirsiniz. Və çox kəskin etiraz elədim. Ümumiyyətlə, mən belə bir şeyi ilk dəfə də qarşılaşıram. Mən bir çox siyasi partiyaların müzakirələrində iştirak etmişəm. Hətta bir dəfə mən Cavan Gənclər Hərəkatının simulyasiya tədbirində, Azərbaycan Xalq Cümhuriyyətinə bağlı tədbirdə də bu formada etiraz eləmişdim. Ona görə ki, orada bizim Qacarlar dövləti haqqında çox xoşa gəlməyən fikirlər səsləndirilmişdi. Bu, Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə baş tutmuşdu. Və digər bir tədbir isə, təbii ki, mən Sevil Film Festivalında təbii ki, qadınların hüquqları ilə bağlı məsələ idi və çox təəssüf ki, mən iki böyük hadisəni istədim ki, sizinlə bölüşüm və doğrudan da mən şərəfimlə, ləyaqətimlə, mərdliyimlə
Elə bir vəziyyət idi ki, haqlı durumdan haqsız duruma düşmək məsələsi idi. Və doğrudan da mən həyatımda ilk dəfə idi ki, belə bir təhqir olunmuş bir vəziyyətə məruz qaldım. Halbuki orada olan insanlar mənim intellektual səviyyəmi və ümumiyyətlə vətənpərvərliyimi heç bir halda şübhəli hesab etmirlər. Çox qəribədir ki, mənə rəy yazanlar baxıram ki, qeyd edirlər ki, çox intellektualsız. Hətta mən tədbirdə o qədər fair play qaydalarına o qədər gözəl riayət elədim ki, hətta heç kimin orada hüququnu pozmadan sertifikatla təltif olunan insanlara nəinki hücum etmək, hətta xuliqanlıq etmək, hətta onların sertifikat kağızını belə cırmamaq üzərində bir davranış göstərdi. Lakin məni yandıran o idi ki, bu mütü gəncliyi niyə sertifikatla təltif edirlər? Və ümumiyyətlə, nəyə görə o 3 nəfər mütülər konkret olaraq mənə etiraz elədiyi üçün, yox, konkret mütülü ilə fəxr elədiyi üçün və Azərbaycanda süni bir vətənpərvərlik yaradırdılar və süni vətənpərvərliyi mən burada darmadağın elədim. Siz təsəvvür edin ki, onlar özlərini elə aparırdılar ki, sanki bunlar Amerika Birləşmiş Ştatlarının solçularındandır və yaxud da Ukraynanın solçularındandır və Ukraynada belə bir sözü desəydilər, bəlkə də onlara çox ağır tədbir görərdilər. Ağır, belə deyək, cinayət məsuliyyəti görərdilər. Amma çox qəribədir ki, mən Axundov kitabxanasında heç bir zaman belə təhqiramiz münasibət görməmişdim. Yəni, mən həyatımda eşitmədiyim sözlər mənə yalan və gözüm görə mənə yalan, polis əməkdaşlarının gözü qabağında onlar mənə yalan ifadələr səsləndirdilər. Mən isə israrla bunun yalan deyilməsinin insan xarakterinə, insan şəxsiyyətinə alçaldıcı bir münasibətdir. Ümumiyyətlə, mən sanki Rusiyanın hansısa kitabxanasına gəlmişəm və mənə bu cür yad münasibət gördüm. Və doğrudan da mən hətta orada fikir verdimsə, Azərbaycanın 3 rəngli bayrağı yox idi. Və çox qəribədir ki, o kitabxana yandırılmalı və o kitabxana ümumiyyətlə ləğv edilməlidir. Çünki o qədər dəyərsiz, o qədər Sovetin çürümüş yazılarla doludur ki, hətta baxın, mən orada Azərbaycan Xalq Cümhuriyyətinə aid heç nə tapa bilmədim. Təsəvvürlə düzüblər Qərbi Azərbaycan haqqında, İrəvan haqqında, rus dilində, ingilis dilində o qədər lazımsız şeylər doldurublar ki. Təsəvvür eləyin ki, yalnız mən orada dəyərli bildiyim bir şey tapdım. 1992-ci ilin mayın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Heydər Əliyevin Ankaraya səfəri zamanı, Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaraya səfəri zamanı Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edir. Və bir dənə dəyərli şey mən onu tapdım kitabın içində və ondan başqa mən heç nə tapa bilmədim. Və çox qəribədir ki, ümumiyyətlə çürümüş, dəyərsiz hala gəlmiş bir kitabxananın, ümumiyyətlə lazımsız doldurulmuş empirik kitablarla dolu bir kitabxana mən niyə axmaqcasına oraya üzv olmuşam, mənə hələ də çatmır. Və çox şükürlər olsun ki, ayıldım və başa düşdüm ki, çox səhv eləmişəm. Və o qədər dəyərsiz bir vaxtımı orada keçirmişəm ki, çünki mən universitet illərimdə Sovet dövründən qalan kitablar filan, ümumiyyətlə, baxmayaraq ki, orada latın qrafikalı kitablarla doludur, amma konkret olaraq Axundov kitabxanası çürümüş bir Sovet hakimiyyətinin əxlaqı ilə, davranışı ilə gənclərə, orada hətta mən baxıram ki, gənclər kitab oxuyurlar və konkret olaraq heç birini məndən narazılıq etmədilər. Və çox qəribədir ki, belə bir şüar yaradırlar ki, güya bərkdən danışırsan, qışqıraraq danışırsan, amma insan emosiyaları elədir ki, insan emosiyaları bəzən haqsızlıqla qarşılaşanda, ədalətsizliklə, hüquqsuzluqla qarşılaşanda insan emosiyalarına müraciət edir. Çox qəribə bir əfariyə məndə hakim olur. Ümumiyyətlə, orada
heç bir gənc, hətta orada kitab oxuyan və mütaliə edən insanların heç birinin narazılığına qarşılaşmadım. Amma kitabxanada işləyən sovet düşüncəli, qəlibləşmiş insanların hörmətsizliyi ilə qarşılaşanda tüpürdüm o vəsiqəyə. O vəsiqədən mən imtina elədim. Çox qəribədir ki, mən o vəsiqədən imtina eləyərək əslində bir daha o çürümüş, paslanmış və sovet hakimiyyətinin əhval-ruhiyyəsini və ümumiyyətlə sovet dövrünün çürümüş bir binası ilə mən qarşılaşdım. Müasir arxitektura ilə və yaxud da müasir görünüşlə və yaxud da nanotexnologiya ilə yox, əxlaqi cəhətdən mən oranı Sovetin çürümüş bir binası hesab etdim. Və doğrudan da mən çox bərk qəzəbləndim. Və çox bərk qəzəblənərək etirazımı etdim. Və nə yaxşı ki, hər hansı bir barəmdə cinayət işi açmadılar. Və əlbəttə ki, mən çəkiliş aparmaq niyyətində deyildim və çəkiliş aparmaq istəmədim. Vicdanıma sığışdırmadım. Ona görə ki, çürümüş və Sovet hakimiyyətinin əxlaqını Yazıçılar Birliyi kimi, Bəstəkarlar İttifaqı kimi, ümumiyyətlə çürümüş o ittifaq anlayışı ilə yanaşılan kitabxananın çürümüş binalarında mən özümü qeyri-azad hiss elədim. Və qeyri-azad bir mühitə düşdüyümü hiss elədim. Və ona görə də mən bunu insanların qarşısında fikirlərimi bölüşməyə özümə borc bildim. Və çox təəssüf ki, doğrudan da mənə təhqiramiz bir fikirlər səsləndirildi ki, bunun ruhi problemi var, psixoloji problemi var. Amma həqiqətən o Sovet dövründə 37-ci ildə repressiya olunan insanların taleyi gözümün qabağına gəldi. Və 37-ci ildə repressiya olunan Mikayıl Müşfiqin həyat yoldaşının psixi reanimasiyaya yerləşdirilməsinin də təsadüfi olmadığını bir daha tarixdən şahid olmuşuq. Amma sanki məni o vəziyyətə gətirmişdilər. O qədər konkret olaraq KGB-nin, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarını ora sızdırmışdılar ki, yerləşdirmişdilər ki, sanki mənə elə mövzuya aid olmayan, mövzu ilə bağlı olmayan bir vəziyyətə gətirmək istədilər. Və naməlum bir, sanki bir təcridxanaya gətirdilər. Elə bir ki, həbsxanaya gətirdilər məni. Amma təbii ki, mən polis əməkdaşlarının mənim davranışımı, mənim dünya görüşümü çox gözəl bilir, bələddir və gördü ki, mən qanunpərəst bir insanam və çox mədəni şəkildə oxucu biletimi onlara təhvil verdim və bundan sonra bu cür binaya, bu cür çürümüş binaya mən bir daha ayaq basmayacağımı bildirdim. Çünki orada işləyənlərin heç biri Azərbaycan gəncliyi deyil və orada o qədər çürümüş adamlar oturub ki və o qədər lazımsız adamlar oturub ki, mən özümü orada sığışdırmadım. Ümumiyyətlə, mən bir daha Axundlu kitabxanasına getməyəcəyimi özümə, belə deyək də, öhdəlik götürdüm. Ona görə də çox təəssüf ki, bəzi insanlar var, çox primitiv mövzuları gündəmə gətirirlər və bəzi hallarda metodları elədir ki, götürüb binanın qabağında bir çəkiliş aparırlar və başlayırlar ona qarşı bir kampaniya aparmağa. Amma çox təəssüf ki, mən o cür təbiətdə olan insanlardan deyiləm. Ruslaşmış bir təfəkkür olduğunu mən istədim ki, canlı yayın vasitəsilə ictimaiyyətə və cəmiyyətə açıqlayım. Çünki doğrudan da orada xüsusi mühafizə xidməti var, polis xidməti var və belə bir nəzarətin olduğu bir yerdə mən çəkiliş aparmaq istəmədim. O demək deyil ki, mən polisdən qorxuram. Polisdən nəyindən qorxacam ki? Mənim hansısa qanunsuz əməlim yoxdur, hansısa qanunsuz cinayət işim yoxdur, adam öldürməmişəm, insanlara xəsarət yetirməmişəm, hansısa bir yerdən qrant almamışam, korrupsiya ilə məşğul olmamışam, mənim çəkinəcəyim nəyim var ki? Amma mənə qarşı edilən şikayəti çox gülməli hesab elədim. Yəni, belə çıxır ki, haqqını tələb eləyən insan tərbiyəsizdir, psixi problemlidir və
çox təəssüf ki, mən o qədər bu cür nadan, cahil insanlarla qarşılaşmışdım ki, Axundov kitabxanasında bir nəfər savadlı insan mən görməmişdim. Və doğrudan da o qədər bacarıqsız, səriştəsiz adamları orada qəsdən otuzdurublar ki, insanlar kitabxanalarda kitab tapa bilməsinlər. Düzdür, indi kataloqlarda insanlar axtarırlar. Amma o Sovet dövrünün çürümüş sənədləri, ümumiyyətlə Sovet dövründən bu günə qədər olan dövrü əhatə edən sənədlər var və orada Azərbaycan qəzetinə aid heç nə tapa bilmədim. Ümumiyyətlə mənə kömək eləyən heç kim olmadı. Yəni o qədər ora yola verir, ora get, bura get, ora get, bura get, ora get, bura get. Sanki vəziyyətdən yayınmaq, vəziyyətdən qaçmaq, yəni konkret hə ya yox cavabını verməmək üçün bu cür yola əl atdılar. Və mənim orada ümumiyyətlə bu cür vəziyyətdə, bu cür nalayiq və şərəfsizlik vəziyyətində mən özümü oranın üzvü hesab etmədim. Özümə sığışdırmadım. Nə yaxşı ki, oxucu biletimdən imtina elədim. Mənə belə kitabxana lazım deyil. İnsanların bu cür davranışından sonra mən oranı əxlaqsız yuva adlandırardım. Ora əxlaqsız yuvadır. Və orada heç bir Azərbaycan cəmiyyətinə xeyir gətirən, əgər doğrudan da dəyərli sənədlər əgər qorunub saxlanırsa, xüsusilə 60-cı illərdən bəri saxlanılan bütün sənədləri nəzərdə tuturam və inanmıram ki, Azərbaycanın deməli Cümhuriyyət tarixinə aid sənədlər olsun. Çünki o sənədlər olsaydı, ən azından mənə o sənədləri verərdilər və deyərdilər ki, bax, bu sənədlər filan saytdadır, filan istiqamətdə, şöbədədir, mən sizi istəyirsinizsə kömək eləyək, sizi aparım. O qədər laqeyd bir davranış şəklini gördüm ki, o qədər Xalq Cümhuriyyəti deyəndə elə bir bunların beyinlərinə qaynar su tökülür. O qədər nifrətlə yanaşırlar ki. O qədər Xalq Cümhuriyyətinə nifrətlə yanaşırlar. Çünki Sovet tərbiyəsi alan insanlarda nə əxlaqi dəyərlər, nə insani dəyərlər olmur. Və mən belə bir münasibətdən sonra həqiqətən toparlaya bilmirəm özüm. Və şokdayam. Doğrudan da mən sanki 37-ci ilə qayıtdım. Sanki 37-ci ilin havasını mənə yaşatdılar. Və polis əməkdaşlarının davranışı baxmayaraq ki, çox hüquqi və nizam-intizam qaydalarına uyğun şəkildə aparılsa da, amma onları başa düşürdüm. Başa düşürdüm ki, onlar çıxılmaz vəziyyətdə qalmışdılar. Və çünki mən onları çağırmamışdım. Bəlkə də mən çağırsaydım onları başqa bir formalardı. Başqa bir vəziyyət alardı. Amma onlar özləri bilirsiniz qanunu pozdular. Bilirsiniz niyə görə? Polisin dəyərli vaxtını almaq, polisi boş yerə çağırmaq özü cinayətdir. Çünki orada hər hansı bir fiziki xəsarətdən və yaxud da hər hansı bir küçə söyüşü aparmaqdan söhbət getmirdi. Və onların savadsızlığını, onların bacarıqsızlığını, onların səriştəsizliyini üzərinə vurdum. Və polis əməkdaşlarına şikayət edirlər ki, çox qəribə bir əfarüyə var idi. Polislər də çıxılmaz vəziyyətdə qaldılar. Davranışımdan, görünüşümdən gördülər ki, mən normal bir insanam. Normal psixologiyada olan insanam. Və reaksiyalarımı normal şəkildə, yəni bir insan hansısa bir bacarıqsız bir adamla üz-üzə qalanda, savadsız bir adamla üz-üzə qalanda nə cür reaksiya verə bilər ki? Və mən orada qeyd elədim ki, mən müəllim ailəsinə böyüyən insanım. Mən sizdən savadsız deyiləm. Amma sizin mənə qarşı davranışınız savadsızların və küçədə yaşayan adamlardan heç birinə fərqlənmir. Və doğrudan da mən özümü qüruruma sığışdırıb oxucu biletimdən imtina elədim. Və öz qürurumu qorudum. Və alnımın təri ilə artıq mən tam olaraq bu məsələdə
vicdan məsələsi hesab edirəm. Və istəsəydim bəlkə də Azərbaycan Respublikasının dövlət bayrağı ilə, dövlət himninin sədaları altında Axundov kitabxanasının önündə edərdim. Amma Axundov kim olub ki? Axundov Azərbaycan xalqının milli istiyatları ilə oynayıb, Azərbaycan xalqının milli mənəvi dəyərləri ilə oynayıb, Azərbaycan xalqına pirçiliyi, pir mədəniyyətini təbliğ edib, fars mədəniyyətini təbliğ edib, bunu Nəsib-Nəsibli də deyib. Kim olub ki Axundov? Axundov teatrın yaranması ilə bağlı və yaxud da Azərbaycan mətbuatının yaranmasından başqa, tənqidi realizmlə başqa hansı xidmətlər göstərib? Ümumiyyətlə, Azərbaycan Cumhuriyyətinin qurulması haqqında, Azərbaycanın demokratik bir, özü polkovnik olub. Kim olub ki? Siz təsəvvür edin ki, Çar Rusiyasının saray yazıcısı olub. Çar Rusiyasının saray yazıcısı olub, dramaturq olub. Ona görə də onun adının Sovet dövründə təbliğ olunması təbii görünə bilər. Və mənə qarşı o cür davranış göstərilməsinin də səbəbi Moskvadır. Və son günlər mənim anti-Rusiya mövqeyimə görə məni cəzalandırmaq istədilər. Amma cəzalandıra bilmədilər. Çünki o qədər qanunun aliliyinə və ümumiyyətlə hətta Daxili İşlər Nazirliyinin saytına hücum edən xuliqanı mən Dövlət Təhlükəsizlik Xidmətinə məruzə elədim. Bəlkə də bu məni xilas elədi. Bu vicdan məni xilas elədi. Və vicdanıma sığışdırmadım ki, polis əməkdaşlarının nəzarəti altında olan bir kitabxanaya mən çəkiliş yaparım. Hansısa bir xoşagəlməz bir ictimai rəy yaradım. Bunu özümə sığışdırmadım. Amma xalqıma bunu çatdırmaq istədim ki, tam təhlükəsiz şəraitdə bunu çatdırmaq istədim ki, ruslaşmış bir mənzərə var. Və gənclərimizin gedib kitabxanada nəyisə axtarıb, nəyisə tapa bilər. Amma Xalq Cumhuriyyəti haqqında heç nə tapa bilməz. Çünki Xalq Cumhuriyyəti haqqında sənədlər o qədər sələnkar, o qədər məsuliyyətsizlik səviyyəsində qorunur ki, və ümumiyyətlə əgər Xalq Cumhuriyyətindən bağlı sənədlər var idisə, onlar özləri verməli idilər. Hansısa formada verməli idilər. Mən o sənədlərin heç birini vermədilər. Və mənim narazılığım odur. Dövlətçiliyimizin şərəfli tarixinə aid bir sənədi əgər tarix kitabxanasından əldə ala bilmirəmsə, vay o gəncliyinin halına. Gəncliyin böyük bir səsi bəlkə Xalq Cumhuriyyətinin haqqında məlumatsızdır, məlumatı yoxdur. Bəlkə də o kitabxanaya gələn insanların böyük bir səsinin məlumatı yoxdur. Onlar hansısa ixtisas üzrə, hansısa peşə sahəsi üzrə nəyisə bilə bilər, nəyisə hansısa peşə üzrə peşəkarı ola bilər. Amma çox təəssüf ki, mən ilk dəfə idi ki, belə bir xoşa gəlməyən bir mənzərə ilə qarşılaşdım. Və doğrudan da çox təəssüf ki, Axundov kitabxanasında mənə lazım olmayan, bəlkə orada Nietzsche var, Kafka var, Freud var və yaxud da Azərbaycanın müasir yazıçıları haqqında nəyisə tapmaq olar. Amma məsəl üçün, orada maarifçilər haqqında heç bir kitabı sən oradan tapa bilməzsən. Çünki özlərinə lazım olan, özlərinə sərfəli olan kitabları orada saxlayırlar. Ümumiyyətlə, mənə qəribə gəldi həqiqətən ki, Azərbaycan Xalq Cumhuriyyəti deyiləndə bu adam elə soyuq bir sifət aldı ki, sanki elə bir ki, Moskvanın kitabxanasına gəlirsən, sual versən ki, Azərbaycan Xalq Cumhuriyyəti haqqında sənəd varmı? Sanki sənə o sifət alır. Mən bu sifəti görəndən sonra necə o kitabxanada qala bilərəm, necə o kitabxananın üzvü ola bilərəm? Ona görə də mən vicdanımın səsi ilə bu qərarı verdim. O ki, qaldı gənc politoloqlar təşkilatına. Doğrudan da mən orada da həmin mənzərənin şahidi oldum. Sanki mənə qarşı ümumiyyətlə demokratiyana boğmaq və ümumiyyətlə
diktaturanı, avtoritarizmi müdafiə eləyən insanları mən gördüm. Çox qəribədir. Vermək sözü nə deməkdir? Torpağı vermək. Və orada təsəvvür elə ki, Elvan Vəliyev sual ünvanlayır. O sualı da təhqirami saydım. Sual ünvanlayır ki, Biden Rusiya ilə münasibətlərdə niyə pisdir? Bilirsiniz, o qədər mənə pis təsir elədi ki, o qədər mənə bərk qaynar su töküldü ki, mən buna reaksiya verməyə bilərdim. Bu nə sualdır verirsiniz cəmaata? Bu nə sualın qoyuluşudur? Belə sual qoyuluşu olar. Və üstəlik də mən, bilirsiniz nəyə şahid oldum? Rusiyanın tərəfdarlarının acı bir, hətta biri oradan dedi ki, SSR-in dağılması, SSR-in, bilirsiniz, bu sözü demək nə qədər təhlükəlidir, nə qədər manqurt olasan. 20 yanvar faciəsi, Tiflis hadisələrini, digər hadisələrini gözünün qabağına gətir, mart hadisələrini, 28 aprel işğalını gözünün qabağına gətirəsən. Bu sözü deyəsən, rahatlıqla deyəsən, bilirsiniz, mənə o vicdan imkan vermədi ki, mən buna soyuqqanlı və yaxud da susqun qalam. Bəlkə də susqun qalmamağıma görə onlar məni cəzalandırmaq istədilər. Və həmin o erməni əsirli o canilər kimi, o çekistlər kimi məni cəzalandırmaq istədilər. Mən çox şok içindəydim. Mən oradan necə sağ çıxdım, necə oradan sağ-salamat gəldim evə. Mən Sevil Film Festivalına necə gəldim, mən çox şok edici vəziyyətdəydim. Sarsıdıcı vəziyyətdəydim. Mənə necə dəhşət yaşatdılar. Amma bu mənim dövlətə qarşı nifrəti yaratmır. Çünki əgər üç rəngli bayrağımız nə yaxşı ki dalğalanır, nə yaxşı ki dalğalandıranlar var, bu bayrağa dəyər verənlər var. Amma mən o qədər cəllatlığı və o qədər qəddarlığı görəndən sonra tarixdə görmüşdüm, belə oxumuşdum. Amma bu cür qəddarlığı mən görməmişdim. Təsəvvür edin ki, həmin o təhqiramiz bir hərəkəti eləyən adamlar sertifikatla təltif olundu. Mənə o hələ də çatmır ki, mən necə buna sertifikatlarını cırmadım və yaxud da ona reaksiya kobudluqla etmədim. Doğrudan da mən hüquqlarımı bilən, hüquqlarımı normal şəkildə, azad şəkildə, fikirlərimi azad şəkildə bildirən insanım. Bəlkə də daxilim azaddır. Mənim daxilimdə o kriminal ailəmə meyllənmə yoxdur. Və azad fikrimi üzlərinə qarşı deyəndə, üzlərinə qarşı ifadə eləyəndə mən bunu əyani şahidi oldum. Və doğrudan da mənim xoşbəxtliyim ondadır ki, mən sözü üzə deyən adamım. Heç kimin arxasında danışmayan insanım. Üzlərinə dedim. Və ürəyimdən keçən nə varsa hamısını dedim. Və qeyd elədim ki, mən Azərbaycan Respublikasının vətəndaşıyam. Dağlıq Qarabağ uğrunda vuruşmuşam. Döyüşmüşəm. Onlar mənə o çox gic-gicə suallar verdilər ki, hansı ərazi? Dedim, bu hərbi sirdir. Bunu heç bir halda açıqlamaq iqtidarında deyiləm. Amma doğrudan da mən fədai kimi bu cür risklərə getdim. Bu cür çox çətin risklərə getdim. Bəlkə müxalifətin görə bilmədiyi işləri mən gördüm. Bunların çirkin üzlərini, maskalarını cırdım. Və doğrudan da əsas söz azadlığı. Söz azadlığı naminə risklərə getmək lazımdır. Həbsdən qorxmaq lazım deyil. Bəlkə də məni həbsdən qoruyan vicdanım, dövlətimə qarşı sevgim, dövlətimə qarşı xidmətlərimdir. Bəlkə də bu xilas elədi. Bəlkə də 4 divar arasına getməməyimin səbəbi budur. Amma günü-gündən repressiyaları görəndən sonra düşündüm ki, mənim də başıma bəlalar gələ bilər, amma gəlmədi. Demək ki, qədim dövlət və dövləti idarə edən, dövləti qoruyan güc var. Gizli dövlət var. Bu gizli dövlət məni qorudu. Gizli dövlət öz mövqeyimi, prinsipallığımı, vətənpərvərliyimi qorudu. Hörmətli İlbər Oytaylı'nın çox maraqlı bir fikri var idi. O deyirdi ki,
bu qədər universitetlərin, kitabxanalar olması fahişəliyi ifadə eləyir. Və böyük alimimiz, Türk dünyasının böyük alimi Cəlal Şəngör Bakıya gələcək və maraqlı suallarım olacaq. Cəlal Şəngör maraqlı bir fikir səsləndirmişdi. Deyir ki, bugün universitetlər, Türk dünyasındakı universitetlər informasiya və informasiya resursu və yaxud da bilgi fabrikası deyil. Bugün ancaq karyera yönəlik bir. Bu söz mənə, sözün həqiqi mənası bugün doğrultdu. Bu qədər universitetlər, kitabxanaların olması cəmiyyətimizin maariflənməsi, cəmiyyətimizin maarifpərvər bir toplum olduğunu göstərmədi. Davranışlarındakı o qeyri-maarifçilik ruhunda quldurluq, oğurluq, rüşvətxorluq, çirkaba bulaşmış bir nəsli gözümün qabağına gəldi. Elə nifrət elədim ki, Sovet nəslindən. Onların mənə qarşı elədiyi o çirkin hərəkətləri görəndə, nalayiq hərəkəti görəndə, valla nifrət elədim. Təsəvvür elə ki, polis əməkdaşları gələndə mən orada hərbi salam verdim, vəsiqəmi göstərdim və dəhşətə gəldilər ki, bu cür vətənpərvər bir insan, əqidəsindən dönməyən bir insan sözünü üzə deyə və onların elədiyi, kitabxanada çalışan insanların elədiyi cinayətləri bir-bir ifşa eləyə, bir-bir üzlərinə deyə. Və bu prinsipiallıqdır. Bu prinsipiallığı mən göstərdim. Və həqiqətən sözün həqiqi mənasında bir inqilab elədim. Və düşünürəm ki, mən müasir Azərbaycanda müstəqil bir kitabxananın Azərbaycanda mövcudluğu naminə vuruşacağam. Azərbaycanda müstəqil bir kitabxana yaradacağam. Və hesab edirəm ki, Axundovun, Mirzə Cəlilin Çarizm dövründə elədiklərindən daha yaxşısını edəcəm. Bəli, biz Çar Rusiyasından qalan qırıntıları, Sovetdən qalan qırıntılardan imtina eləmək lazımdır. Mən bu üsyanı elədim. Bu üsyanı elədiyimə görə peşman deyiləm. Dövlət bayrağımızın dalğalandırdığı heç bir binaya mən bugünə qədər etiraz etməmişəm. Prezident administrasiyası, Daxili İşlər Nazirliyi, heç bir dövlət orqanlarının qarşısında etirazımı bildirməmişəm. Amma ilk dəfə idi ki, mən polislərin nəzarəti altında olan bir binada Sovet hakimiyyətinin əlaltıları olan insanları polislərin gözü qabağında ifşa elədim. Və doğrudan da mən polislərin mənim cəsarətimi, mənim cəsurluğumu, vətənpərvərliyimi görəndən sonra mənə hər hansı bir cinayət hökmü çıxarmadım. Çünki mən elə bir cinayət etməmişəm. Rüşvət almamışam, rüşvət verməmişəm, qaçaqmalçılıq etməmişəm. Mənim ailə üzvlərim hamısı dövlət qulluqçulardır və ailələrim hamısı dövlətinə canla başla xidmət ediblər, vicdanla xidmət ediblər. Mənim hansısa xarici qüvvələrlə təmaslarım yoxdur. Amma mən müstəmləkəçilik siyasətinə üsyan elədim. Çünki mənə qarşı bir müstəmləkəçi siyasəti yürütmək istəyən insanlarla qarşılaşdım. O gənc politoloqlar təşkilatını quranlar da Rus müstəmləkəçiliyini qəbul edən Rusiyanın tulalardılar. Və dolayısıyla qiyabən mən üzvlüyə, belə deyək, qoşulmaqdan imtina elədim. Zaten mən üzüm görmürəm orada üzvlüyə. Amma düşünürəm ki, onların bu rəzil bir tədbiri o qədər onlar biabırçı şəkildə sanki debat olacaq, sanki müzakirə olacaq, fəallıq olacaq və o müzakirədə ən çox fəallıq göstərənlərdən biri mən idim. Və əlbəttə sertifikata layiq görülməli olan şəxs mən idim. Çünki mən orada sırf əzbərlənmiş informasiyalardan danışmadım. Və əlbəttə ki, Azərbaycan Respublikasının vətəndaşı kimi yanaşdım.
öz mövqeyimi bildirdim və Tramp siyasətinin Azərbaycana vurduğu zərərlərin dərin tərəflərini, dərin qatlarını açıqladım. Və əlbəttə ki, respublikaçıların, özüm də respublikaçıyam və respublikaçıların məsələlərə baxış bucağını dolayısıyla yanaşmalarını ortaya qoydum. Və doğrudan da elə məsələlərə, elə sirli məqamlara toxundum ki, o insanların, tədbirin təşkilatçılarının da tabu halına gəlmiş bütlərini, tabularını yıxdım. Ümumiyyətlə, tabuları yıxdım mən. Və böyük bir mənada mən dünən böyük mənada inqilab elədim. Və düşünürəm ki, Azərbaycanda söz azadlığını boğmaq istəyən bir Sovet nəslinin iyrənc davranışlarını gördüm. Amma təbii ki, dövlət orqanlarımızın, polis əməkdaşlarımızın o əraziyə nəzarət etməsi də mənim xoşuma gəldi. Təsəvvür edin ki, mən kitabxanaya qaydanda gördüm ki, polis əməkdaşları həmin yerə nəzarətə həyata keçirdi. Bəlkə də xeyrimə oldu, çünki həmin kitabxanaya bir çox terrorçu qruplaşmalar, terrorçu dəstələr nədəsə yandıra bilərlər. Çünki bilirik ki, Çar dövründə kitabxanalar yandırılırdı. Ərdəbil kitabxanası yandırılmışdı. Amma təbii ki, bu kitabxana Azərbaycanın müstəqillik tarixində yaranmış kitabxana deyil və yaxud da Xalq Cümhuriyyəti dövründə yaranan kitabxana deyil. Ona görə belə bir narahatçılıq hiss eləmirəm və orada zaten paslanmış, çürümüş o qədər sənədlərlə dolu bir yerdir ki, valla elə bir üfunət, insanların hərəkətində elə üfunətçiliyi gördüm ki, və bir də oraya ayaq basmağa özümə sığışdırmıram. Və bəlkə də bundan sonra da ömrüm sonlarında heç oraya ayaq basmağı düşünmürəm. Çünki o qədər eybəcər bir insanların, çürümüş insanları mən orada görmək istəmirəm. Amma doğrudan da yaxşı ki, mən hüququ, qanunları, hər bir şeyə əməl edən insan olaraq çəkiliş aparmaq istəmədim. Çəkiliş aparıb nə deyəcəkdim ki? Sovet hökumətindən qalan çürümüş bir binaya Azərbaycan bayrağını mı sancacaqdım? Azərbaycan bayrağının olmamasını sancacaqdım? Və yaxud da Azərbaycan himnini mi, qanmayan adamlara, cahil adamlara Azərbaycan himnini mi öyrədəcəkdim? Azərbaycan Respublikasının konstitusiyasını mı öyrədəcəkdim? Yəni, qanmaz bir adama mən nəyə qandıracaqdım ki? Və ona görə də məsələn, Beynəlxalq Muğam Mərkəzində bir tədbirdə mən Azərbaycan himnini səsləndirdim və orada Azərbaycan bayrağına təhqiramiz bir hərəkətə yol verən adam var idi və onun xuliqanlığını biabır elədim, ifşa elədim. Və ona görə də sözsüz ki, mən bu barədə sadəcə ictimaiyyətə məlumat verməyə özümə borc bildim. Və bir daha hər bizə təşəkkür edirəm. Düşünürəm ki, bax burada Azərbaycan qəzetinin, baxın, müasir Azərbaycan qəzetinin 8 mart sayısıdır. Burada orta dəhlizlə bağlı bir xəritəyə rast gəlmək olar. Burada Arayik Aratunyanın məhkəməsi də var. Gördüyünüz kimi o məhkəmənin şəkilləridir. Bu da Azərbaycan Türkiyə ilə arasında deməli həmin o görüşün detallarıdır. Və burada 1-ci Qarabağ müharibəsinə aid stenddir.
Bilirsiniz, Axındır kitabxanasının çox mənfi tərəfləri var. Ümumiyyətlə, mən mənfi tərəflərini aşkarladım və bilirsiniz, orada qəsdən bilərəkdən konkret olaraq o qədər eybəcər bir mənzərənin şahidi oldum ki, yəni orada söz tapa bilmirəm. Yəni düzüblər kitabları bir eksponat kimi düzüblər sərgidə. Heydər Əliyevin həyat yaradıcılığı, Qərbi Azərbaycan filan, amma mən orada hər hansı bir bu stendlərlə, yəni Heydər Əliyevin prezidentlik dövrünə aid bir çox kitabları düzüblər və oraya o qədər dəyərsiz, o qədər əhəmiyyətsiz kitabları doldurublar ki, o eksponatlarda. Mən ümumiyyətlə dedim, mən burada nə işim var axı? Burada elə dəyərli bir şey yoxdur. Burada dəyərli bir xəzinə də yoxdur. Sovetin çürümüş dramaturqların, yazıçıların çar dövründən qalan çürümüş adamları yığıblar. Orada heç bir maarifçilərin, Yusuf bəy Çəmənzəmininin, Firidun bəy Kösəllinin, Nəcəf bəy Vəzirovun kitablarını əks etdirən çox az sayda bir stendlərlə tanış oldum. Ümumiyyətlə, düşündüm ki, yəqin ki, bu Əgər Azərbaycan qəzeti ilə bağlı məsələlərə bu cür... Bilirsiniz, orada kitabların düzülməsi önəmli deyil. Orada önəmli olan davranış şəklidir. Bir insan bir şey soruşursa, bir şey məlumatsızdırsa, o insan köməkli eləməlidir və yaxud da yönləndirməlidir və yardım eləməlidir. Bir insan nəyisə xahiş eləyir və soruşur ki, bunu mənbələrini hardan əldə eləmiyorlar? Bu deyir ki, get o ünvana, get bu ünvana. Sanki bir Yezidlər necə davranış göstərirsə, bax o cür Yezidlərin bir davranışını mən gördüm. Yezidlik gördüm orada. Orada tələbələri oxuyan insanları nəinki narazılığı, onlar ümumiyyətlə məsələnin etirazını mən görmədim. Yığışardılar mənim qabağımda, deyərdilər ki, sizin bu davranışınızdan narazıyıq. Bunu eləmədilər. Demək ki, onlar məni haqlı, davranışımı haqlı gördülər. Ona görə də mən hesab edirəm ki, orada elə bir cinayət törətməmişəm. Bu mənim konstitusiyon hüququmdur. Və mən orada Azərbaycanda Rus məktəbləri, Rus mədəniyyət evlərinin daha təhlükəlisini gördüm. Orada işləyən insanlar Rus mədəniyyət evindən fərqlənmirlər. Davranışı ilə fərqlənmirlər. O qədər yezidlik, o qədər yezid bir davranış gördüm ki, mən orada xuliqanlıq da edə bilərdim. Məsələn, hücum da edə bilərdim. Orada şüşələri sındıra bilərdim. Bu mənim acizliyim, bu mənim cahilliyim olardı. Mənim heç bir halda maarifçiliklə kənar bir mübarizə formasını qəbul etmirəm. Axı, orada nə qədər tələbələr var, nə qədər universitet müəllimləri var ki, onlar öz peşələrinə, öz ixtisaslarına uyğun kitablar axtarırlar. Mən onların əməyini yerə vurardım. Onların hüquqlarını əllərindən alardım. Amma mən orada heç kəsin hüquqların pozulması halını, mənzərəsini şahidi olmadım. Hamısı öz haylarındaydı. Kitablarını axtarırdılar, kitablarını oxuyurdular. Heç bir halda narazılıq etmirdilər. Və mənə, bilirsiniz, o çürümüş bir adam, yezid davranış göstərən adam mənə deyir ki, burada ayaq qırıntısı, ayaq gəzintisini səsi eşidilmir. Bilirsiniz, sifətindən mən bildim ki, bu adam yeziddir. Ermənidən də betər bir yeziddir. Polis əməkdaşına elə yalan ifadə səsləndirdi ki, mən cavabsız qoya bilməzdim. Elə adekvat cavab, bəlkə də məni hüquqlarımı qoruyan, məni orada polislərin mənim tərəfimə keçməyimə də köməkli eləyən mənim argumentlərim oldu. Gözlərinin önündə gördülər ki, mən Azərbaycanın işıqlı görmək istəyirəm. Azərbaycanı inkişaf edən bir ölkə görmək istəyirəm. Mən orada hər hansı bir qeyri-etik davranış, qeyri-etik ifadə, qeyri-etik hərəkətə yol vermədim. Amma siz gedin, baxın, görün, nə qədər xuliqanlar, nə qədər oğru dünyasında yaşayan insanlar var, nələrə əl atırlar. Mən bilirəm ki, mənim düşmənlərim elədiyini mən eləyə bilmərəm. Mən kitabxanalara hücum edə bilmərəm. Mən sadəcə fikrimi deyə bilərəm, münasibət bildirə bilərəm. Ora bir intellektual bir
səviyyədə yanaşa bilərəm və orada yaranan mənzərəni intellektual səviyyədə apara bilərəm mübarizəni. Mən bunu da elədim. Düşünürəm ki, mən Əhməd Ağoğlunun qurduğu bir təşkilatın təmsilçisiyəm. Mən bu cür o ruhu uyğun, o düşüncəyə uyğun davranış göstərməliyəm. Və ona görə mən bu davranışı dövlətimin maraqlarına, dövlətimizin milli maraqlarına uyğun şəkildə davranışımı göstərdim. Çəkiliş aparmadım. Çünki bir halda ki, orada mənim üçün önəmli olan təhlükəsizlikdir. Nə olursa olsun, mən ölkəmdə hər hansı bir terror hallarını baş verməsini istəmirəm. Və çox sevindim ki, ən azından mənim bir şeydə xeyrim oldu ki, oraya tamamilə polis nəzarətinə, hətta kitabxananın, səyyar kitabxanasına polis nəzarətini gördüm. Və məni o qədər sevindirdi ki, demək, mənim də istəyim oydu ki, təhlükəsizliyi olsun, tələbələr istədiyi şəkildə kitablarını axtarsınlar, tapsınlar. Mən tələbələrdən elə bir narazılıq görmədim. Amma o gənc politoloqlar təşkilatının cəhalətini görəndə ən az o Axundov kitabxanasına gedən insanlardan fərqləndirdiyini gördüm. Fərqləndiyini gördüm. Nəysə, mən hesab edirəm ki, görülən missiyanı mən uğurla başa çatdırdım. Düşünürəm ki, mən əlbəttə o xanım bəlkə də yaxın günlərdə işdən azad olunacaq. Çünki onun bacarıqsızlığını, onun səriştəsizliyini üzünə dildi. Və o adam özü etiraf elədi ki, mənə qarşı şikayət budur. Çünki mən ona Azərbaycan qəzetindən sual verirəm. Azərbaycan qəzetinin mənbələrdən sual verirəm. Ora fırladır, bura fırladır söhbəti. Konkret məsuliyyətdən yayınmaq istəyir. Çünki adamın Azərbaycan Xalq Cümhuriyyətindən nifrət eləyir. Müstəqilliyə nifrət eləyir. Dövlətçiliyə nifrət eləyir bu adam. Gəncliyə nifrət eləyir. Bir insan gəncliyə niyə şikayət eləsin? Niyə polis çağırsın? Mənim əlimdə top yox, tüfəng yox, hansısa bir bıçaq yox. Kiməsə xəsarət yetirdiyim yox. Amma polislər də gördü ki, mən hüquqlarımı elə gözəl bilirəm ki, hüquqlarımı qorumağa da layiq görürlər. Və ona görə də mən düşünürəm ki, hər bir gənc mübarizəni çox doğru aparmalıdır. Mübarizə aparmaq istəyirsənsə, azadlıq uğrunda mübarizə aparmaq istəyirsənsə, onun intellektual formulunu, intellektual metodlarını tapmalısan. Və ya o məsələyə intellektual səviyyədə, hüquq çərçivəsində, qanun çərçivəsində aparasan. Mənim də istədiyim o idi ki, qoy polislərin gözü qabağında görək nəyə şikayət eləyəcək bu adam. Mənimlə bağlı nə şikayət eləyəcək? Hansı cinayət törətdiyimi eləyəcək? Amma göz görə-görə bu adam yalan danışır, deyir ki, tərbiyəsizsən. Etiraz eləmək tərbiyəsizlikdir. Haqlarını, hüquqlarını tələb eləmək tərbiyəsizlikdir. Bunun anlayışı, bunun əxlaqı odur. O mütüdür. O gənc politoloqlar təşkilatının üzvlərindən heç nəyinə fərqlənmirlər. Belə dostlar, mən çox vaxtınızı almaq istəmirəm. Hesab edirəm ki, hərəkətim doğrudur. Və doğrudan da mənim bəxtim onda gətirdi ki, mən çox mütaliəli, çox kitab oxuyan, kitabla maraqlanan bir insanam. Və orada çürümüş, paslanmış bir mənzərəni görəndən sonra mən özümü heç ora üzv kimi görmək istəmirəm. Və çoxdan mən bu kitabxanaya olsa getmirdim, ayaq basmırdım. Mən ehtiyac görmürdüm. Çünki internet resurslarının qabağında, internet vasitəsilə çox sayda kitabları mən əldə eləmişəm. Ümumiyyətlə, orada çox qəribədir ki, kataloqlar ona görə qəsdən düzüblər ki, insanlar zamanlarını xərcləsinlər və yaxud da bugün bütün resurslar internet üzərindəndir. Dünyanın ən inkişaf etmiş kitabxanalarında belə baxırsan ki, insanlara münasibət, insanlara davranış kodeksləri o qədər mədəni, o qədər nəzakətli. Getsək Türkiyənin kitabxanalarında, Böyük Britaniyanın kitabxanalarında o qədər mədəni, gülərüz, səmimi və onlar əslində bir
tələbənin, bir vətəndaşın gəlib kitab oxumağına o qədər sevinirlər ki. Amma bizim insanlar kitab oxuyan adamlara nifrət eləyir, kitab oxuyan. Yəni, orada tələbələri mən oxumalarına əlbəttə ki, çox yüksək qiymətləndirirəm, çox yüksək yanaşıram. Amma Axundov kimi olub axı? Axundov Çar Rusiyasının saray yazıçısı olub. Onun yazdığı əsərlərdə Azərbaycanın milli mənəvi dəyərləri, tarixi kökləri aşağılanır, təhqir olunur. Satira alətinə, satira təbliğatına çevrilir. Bizim Səfəvilər dövləti kimi qüdrətli bir dövlətin ideologiyasını Şeyx Nəsrullah vasitəsilə dələduz göstərmək, fırıldaqçı göstərmək Çar Rusiyasının sifarişi idi. Yalnız onun Kəmal Dövlət məktubu güman olunur ki, Səlcuqlu dövlətinə aid və yaxud da belə deyək də Fars vəziri anlayışı. Yəni bu adam Rusiyanın və Fars hakimiyyətinin təbliğatçısı olub və onun Sərgüzəz Vəzir Xan Lənkəran əsəri niyə məsxərə qoyulur? Bir xanı niyə məsxərə qoyasan? Öz dövlətinə məxsus olan. Baxın, Mirzə Fətəli Axundovun Rusiya hakimiyyətinə qarşı, Fars hakimiyyətinə qarşı etiraz etdiyi bir yazı varmı? Yoxdur. Və ona görə də Nəsib-Nəsibli həqiqətən çox doğru vurğulayır ki, bu adam Fars milliyyətçisi olub, Rus milliyyətçisi olub. Və Rus əxlaqında, Rus psixologiyasında, Fars psixologiyasında böyüyən adam olub. Onun babası bilirsiniz ki, Xoy xanlığında yaşayıb və oradan didərgin düşüb və sonra gəlib Tiflis şəhərinə və onun bilirsiniz ki, son yaşadığı ünvan Tiflis şəhəri olub. Və onun əlbəttə heykəli Tiflis şəhərində qoyulub və bilirsiniz ki, Eduard Şvarnadze ilə Heydər Əliyev birlikdə bu abidənin açılışında iştirak ediblər. Amma mən yenə də deyirəm, mən Azərbaycan gəncliyinin intellektual səviyyəsinə, onların savadına təbii ki, mükafatlandırılmayan insanları mən orada görəndə, onların fikirlərini işləndə, Gənc Politoloqlar Təşkilatının təşkilatçı ilə müzakirədə, amma onlar heç bir sertifikatla təltif olunmadı. Elə adamlara sertifikat verdilər ki, o adamlar mənə qarşı elə təhqiramiz, elə hörmətsizlik etdilər ki, vallahi mən də bu Gənc Politoloqlar Təşkilatı həqiqətən ruslaşmış bir təşkilatdır. Orada elə adamları, elə cəsusları yığıblar ki, vallahi mən ora bir milli qüvvə, milli təəssübkeşliyi olan insanlar hesab eləmirəm. Doğrudan hesab eləmirəm. Mənə qarşı əgər bu cür hörmətsizlik edirlərsə, mənim fikirlərimi, mənim düşüncələrimi nəzərə almadan ancaq bunu davranış kimi göstərirlərsə ki, yox, mən müdaxilə eləməməliyim. Niyə müdaxilə eləməməliyim axı? Səhv bildiyim, səhv düşündüyüm bir məsələyə münasibət bildirmirəmsə, niyə orada müzakirəyə gəlirəm? Bunun nəyi debat olur ki? Və ümumiyyətlə, sağlam düşüncədə olan, sağlam fikirdə olan bir insan niyə söz azadlığından qorxmalıdır ki? Mən bunu anlaya bilmirəm. Axundov kitabxanası bir elmi mərkəzdir və burada söz azadlığının olmaması nə qədər biabırçılıqdır. Nə qədər bir cəhalətin hökm elədiyi bir yerdir. Mən ora cəhalət hesab edirəm. Əgər sən durub kataloqlarla doldurmuşsansa, gizlədirsənsə, tariximizi gizlədirsənsə, bizə çürümüş Sovet nostalgiyası ilə şəxsiyyətə pərəstiş aşılayırsınızsa, orada nə gözləmək olar? Axundov kitabxanasında mən sonuncu dəfə Rəsulzadənin məqalələrinə aid, Rəsulzadənin 140 ilinin sərəncamı olub prezidentimizin. Bununla bağlı bir tədbir gördünüzmü? Cumhuriyyət tarixinə aid bir stendlərlə tanış olduğunu gördünüzmü? Bəlkə prezident kitabxanasında, mən şəxsən prezident kitabxanasının üzvü olacağım. Çünki prezident kitabxanasında bizim keçmişimizə aid, bizim dövlətçiliyimizə aid o qədər dəyərli mənbələr var ki, mən oranın üzvü olacağım. Mənə Axundov kitabxanası lazım deyil. Çünki prezident kitabxanası bilirsiniz ki,
müstəqillik dövründə yaranmış olan bir kitabxanadır və ölkə prezidentinin təşəbbüsü ilə yaradılan kitabxanadır. Və Milli Məclisin kitabxanasına mən çox dəyərli əsərləri, dəyərli sənədləri təqdim etmişəm. Düşünürəm ki, bu gün də daha bir sənədi mən Milli Məclisin arxivinə verəcəm. Və təbii ki, Türkmənçay müqaviləsini, Gülüstan müqaviləsini, Kürəkçay müqaviləsini və ən əsası təbii ki, Paris Sülh Konfransındakı Batum müqaviləsindəki sənədləri və yaxın dəqiqələrdə mən bu barədə bir planım var və bu barədə bir iş görəcəm. Amma düşünürəm ki, vicdanı olan bir insan bu məsələyə biganə qalmamalıdır. Bir sözlə, bugün mən çox önəmli bir addımlarımı attım və Azərbaycan cəmiyyətində yaranan mənzərəni ümumi təsvir elədim. Əlbəttə ki, mən qanunlardan heç vaxt qorxmamışam, məhkəmədən qorxmamışam. Ona görə alnım təri ilə son damlama qədər dövlət müstəqilliyinin uğrunda, dövlətimizin güclənməsi uğrunda mübarizəmi davam edəcəm. Bir daha bizə təşəkkür edirəm. Tanrı Türkü qorusun.